Bakıda bu günlərdə keçirilən Ümumdünya Şəhərsalma Forumuna sözlərdə olaraq bayaq yanından keçirdim, dedim çekim paylaşım. Bu arxamda gördüyünüz bina yenicə restavrasiyadan çıxıb istifadəyə verilib. Trondheim şəhərində yerləşir, Norveçin Trondheim şəhərində yerləşir. Bu gördüyünüz kimi belə maraqlı bir bunun memari stili var. Başında köhnə tramvay deposudur. Mən indi digər kameranı qoşub sizə daha mənim sifətimi görmək o qədər də vacib deyil. Binanı göstərəcəm və onun arxasında da biraz məlumat verəcəm bu bina barədə. Bu bina əvvəl Trondheim şəhərinin tramvay yollarına məxsus idi. 1923-cü ildə istismara verilən bu bina uzun illər tramvay deposu kimi fəaliyyət göstərib. 1956-cı ildə burada böyük yanğın baş verir və bir neçə nəfər insan həyatını itirir. Bundan sonra binanın sökülməsi məsələsi gündəmə gəlir, amma şəhər bələdiyyəsi sonunda binanı qoruyub saxlamaq qərarı çıxarır və depo öz fəaliyyətini davam etdirir. 1960-1980-ci illərdə Trondheimin yerli hacıbalaları tədricən şəhərin tramvay xətlərini sökməyə başlayır. Səbəb yeni istifadəyə verilmiş və daha ucuz olan avtobuslar və şəxsi avtomobillər üçün şəhər içində daha əlverişli yol şəraitinin yaradılması idi. Hal-hazırda Trondheim şəhərində yalnız bir tramvay xətti qalıb. Bu xəttin adı Gråkalsbanendir. Bu tramvay xətti dünyanın ən şimalda yerləşən tramvay xəttidir. Tramvay xətləri söküldükdən sonra depo binalarının aqibəti məsələsi müzakirə olunmağa başladı. Amma onların sökülməsinin şəhərin arxitekturasına və tarixi görünüşünə ziyan vuracağı düşünüldü. Ona görə də ən böyük depo olan bu gördüyünüz Technostalin binasının fasadı saxlanmaqla içərisi tamamilə sökülür və onun yerində müasir biznes mərkəzi tikilir. Gördüyünüz kimi nəticədə belə maraqlı bir iş ortaya çıxır. İndi bu mərkəz şəhərin sakinlərinin vaxtını səmərəli keçirdiyi yerlərdən biridir. İçəri gələndə bizi ilk olaraq belə bir qədimdən qalma tramvay qarşılayır. Onu tamamilə restavrasiya edib yaxındakı kafenin terasına çevirirlər. Nå vi sammen, sammen skal vi strutte. Så stolt og stødig oss, og når det brutter. Og trenger vi så kløva der det klør. Kafedən yeyəcək və ya içəcək alırsan və gəlib bu tramvayın içində oturub 20-ci əsrin atmosferində qəlyanaltı edirsən. Ikke har jeg glorie, men skaper min historie som trønder. En stemme i et samstemt Trøndelag. Binanın içində bundan başqa müxtəlif biznes görüşləri keçirmək üçün məkanlar, şirkət ofisləri və başqa biznes obyektlər də mövcuddur. Trondheimdə şəhər yenidən qurmasında istifadə edilən başqa metod isə köhnə şəhər obyektlərinin müasir tələblərə uyğunlaşdırılmasıdır. Ekranda gördüyünüz bu bina da şəhərin bir başqa hissəsində, Lademoende yerləşən köhnə tramvay deposudur. Det damtar mye gaik, samma gubbe Jeg trønder. Det er sammensatt og sammenslått på samme drømmelag. Ikke har jeg glorie, men skaper min historie som trønder. En stemme i et samstemt Trøndelag. Et eple etter sammenskjærende. Onu da sökmək əvəzinə uşaqlar və yeniyetmələr üçün qapalı skate meydançasına çeviriblər. Şəhərin gəncləri yay-qış bura gəlib tamamilə pulsuz olaraq skate, samakat və ya velosiped icarəyə götürüb bu meydançada əylənə bilirlər.
Elə həmin deponun yanında yerləşən parkda hələ 20-ci əsrin ortalarında quraşdırılmış bu telefon köşkləri isə mobil rabitə dövrü gəldikdə aktuallığını itirsə də, indi kiçik kitabxanalar kimi istifadə olunur. Bu köşkdən istədiyiniz vaxt kitab götürüb oxuya bilərsiniz. Əvəzində isə özünüz oxuyub bitirdiyiniz və ya ianə etmək istədiyiniz kitabları bura qoya bilərsiniz. Bu cür urbanistik həllər həm şəhərin tarixi autentikliyinin qorunması, həm ekoloji, həm iqtisadi, həm də şəhər sakinlərinin rahatlığı baxımından daha səmərəlidir.